ailə haqqında da deyirlər. Yo, sən deyir ərinə deyir, o qədər tabe olmaq bu hardan çıxdı falan hakim. Deyirəm, qızlar, ərə getməyin. Amma ərə gedəndə o kişiyə ərə gedin ki, onun sənin evində lider olmağı sənin acığına getməyəcək. Xoşva gəlsin. Hə, sənin nəfsini bulandırmayacaq. Ona tabe olacağın bir kişiyə ərə gedin, lütfən. Çünki siz kişiyə tabe olmursunuzsa, siz ona sevgi hiss eləmirsiniz demək. O liderdir, o aslandır. Yəni normalda əslində məntiqlə olaraq siz deyirsiniz fikirləşirəm, hər qadın istəyir ki, öz yanında olan kişisini lider kimi görsün. Əlbəttə ki, o ondan həzz alır qadın. Məsəl üçün kişi istəyir ki, yanında gözəl bir xanım olsun, incə bir xanım olsun. Qadın nə istəyir? İstəyir ki, yanında incə bir kişi olsun. Yox, istəyir ki, güclü, qüdrətli, uzaq görən, tədbirli bir kişi olsun, aslan kimi birisi olsun. Onda ona aşiq olur qadın. Kişinin gözəlliyi yoxdur ki. Kişinin gözəlliyi kişiliyindədir. Hə, ona görə də deyirəm ki, tamam, o tabe olma o kişiyə. Amma elə bir adam seçin ki, ona tabe olmaq sizin ruhunuzu incitməsin. Var elə kişi. Axtar tabii, istəmirsən getməli. Amma bil ki, bu münasibətlərin psixodinamikası budur. Psixodinamikası. Eyni zamanda kişi də bilməlidir ki, elə bir qadını seç ki, onu idarə eləyə biləcəksən. İdarə etmək hökmran olmaq, zalim olmaq anlamına gəlmir.